Bugün herkese selam dostlar. Bugün sizlerle birlikte səhər yeməyimi seçirəm. Mən səhər yeməyimi olmazsa olmaz ya pankek yiyərəm ya da deməli Azərbaycanda buna Gerkules deyirlər də. Amma mən səhər yeməyində ən xoşladığım şey təbii ki də budur. Neyse səhv seçdim evlənəsində. O neydi o əlimdəydi? Yumurta karıştırır. Olsun da yine de sevirəm. Meyve olarak ne seçerdim səhər yeməyində? Çilek olsun. Sonra kofe olarak sade çay. Ben bu ortadakini seçerdim. Sütlü yani kofe, sütsüz kofe içə bilmirəm qəti. Hədiyyə olaraq həmişə ortadakini basanda ömür boyu məndə pis çıxıb. Ona görə bu kənardakı da silirəm. Ne yazıb? Pomidor. Neyse ben okuyabilmirəm. Bad days, pis gün. Niye pis gün? Niye pis gün olsun? Gezin pis bir şey çıktı. Neyse yani sağ olun, görüşürüz.